44 günlük vətən müharibəsi başa çatanda bu torpaqlarda səssizlik vardı. Bu səssizliyin içində isə dağıntıların, xarabalıqların və qaranlığın səsi gizlənmişdi. Bir zamanlar həyatla dolu olan kəndlər, şəhərlər indi qaranlığa qərq olmuşdu. Qarabağ və Şərqi Zəngəzur azad edilmişdi. Lakin hələ işıqsız idi. Bu torpaqlara yenidən həyat gətirmək, Azərbaycan işığını yandırmaq üçün böyük bir yol başlanılacaqdı. Müzəffər Ali Başkomandan cənab Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıq isə aydın və dəqiq idi. Ən qısa zamanda yeni infrastruktur qurub, işğaldan azad edilən əraziləri enerji ilə təmin etmək, Qarabağ və Şərqi Zəngəzuru 100% yaşıl enerji zonasına çevirmək. Qarşıda isə görünən mənzərə ağır idi. Sonsuz xarabalıqlar, minalarla dolu torpaqlar, keçilməz meşəliklər, palçıqlı yollar, sıldırım qayalar, şaxtalı hava, yolsuzluq və şəraitsizlik. Şuşaya qalxan yolu, maşınımız batır. Amma bütün bu çətinliklərə sinə gərəcək iradə vardı. Bu iradə cənab Prezidentin tapşırığının məsuliyyətindən, şəhidlərin qanı bahasına azad edilmiş qaranlıq torpaqlara işıq gətirmək amalından doğurdu. Hələ müharibə davam edərkən 2020-ci il 21 oktyabr tarixində Azərenerji ASC azad edilən və ediləcək rayonlarda yeni yarımstansiyalar və ötürmə xəttlərinin layihələndirilməsini başa çatdırdığını bəyan etdi. İlkin olaraq 4 ədəd 110 kilovoltluq yarımstansiyasının tikilməsi ilə bağlı layihələndirmə işləri artıq tamamlanmaqdadır. Eyni zamanda ora 2 dövrəli 110 kilovoltluq hava xəttlərinin çəkilməsi də məsələsi də artıq layihələndirilib. Müharibə bitər-bitməz isə energetiklər mina təmizləyən qruplarla birlikdə azad edilmiş ərazilərə daxil oldular. Əsasən Füzuli, Cəbrayıl və Ağdam rayonları birbaşa təmas xəttində yerləşdiyindən minalanma səviyyəsi də ən yüksək idi. Lakin bütün risklərə baxmayaraq, Füzulidəki Şükürbəyli yarımstansiyasından Şuşa istiqamətində, paralel olaraq Cəbrayıl, Zəngilan, Qubadlı və Xındırıstan yarımstansiyasından Ağdam istiqamətində 110 kilovoltluq ötürmə xəttlərinin çəkilişinə başlanıldı. Ən ekstremal layihələrdən biri 75 kilometrlik məsafədə Füzulidən Şuşaya çəkilən ötürmə xətti idi. Cənab Prezident İlham Əliyev böyük zəfərdən sonra Şuşaya ilk səfərində mədəniyyət paytaxtımıza yüksək gərginlikli elektrik xəttlərinin çəkildiyini xüsusi vurğulamışdı. Yüksək gərginlik xətlər, baxın, artıq dirəklər də qoyulub, çəkilir. Şuşa şəhərinin işıqlandırılması və gələcək inkişafı üçün bu elektrik xətlər mütləq inşa edilməlidir və qısa müddət ərzində artıq bunlar qoyulur, ağır relyefi olan ərazidə və o da göstərir ki, yaxın zamanlarda Şuşaya həyat qayıdacaq. Cəmi 73 gün ərzində 75 kilometr uzunluğunda 110 kilovoltluq 2 dövrəli ötürmə xətti tam istismara verildi. Paralel olaraq Şuşa və Füzuli şəhər yarımstansiyalarının tikintisi də başa çatdırıldı. Kəlbəcərin dayanıqlı enerji təchizatı üçün dəniz səviyyəsindən 3500 metr yüksəklikdə qarın hündürlüyü 3-5 metrə çatan Ömər aşırımını keçməklə Daşkəsəndən Kəlbəcərə 70 kilometr uzunluğunda 110 kilovoltluq 2 dövrəli ötürmə xətti çəkildi və Kəlbəcərdə müasir yarımstansiya tikildi. Kəlbəcər xətti ölkənin enerji tarixində bu hündürlükdə həyata keçirilmiş əfsanəvi layihə oldu. Ən çətin relyefə malik olan Daşkəsən, Kəlbəcər dağlarından da elektrik xətlər çəkildi. Daşkəsəndən Kəlbəcərə, yəni orada hündürlük, dağların hündürlüyü 3500 metr.
Yəni ağır, çətin şəraitdə qış aylarında biz bunu bacardıq və Azərenerjinin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bununla yanaşı Cəbrayılda enerji qovşağı yaradıldı, İmişli və Ağcabədidən 330 kilovoltluq ötürmə xəttləri çəkildi. Bununla da Azərbaycan, Naxçıvan, Türkiyə, Avropa ölkələrarası layihənin birinci mərhələsi həyata keçirildi. Azad edilmiş torpaqlarda yanan işıq yalnız elektrik deyildi. Bu, qayıdışın, dirçəlişin və gələcəyin işığı idi. ...2023-cü ildə 55 kilometr uzunluğunda 110 kilovoltluq Qorçu-Laçın şəhər ötürmə xəttinin tikintisi ilə regionda 110 kilovoltluq dairəvi enerji təchizatı sxeminin birinci mərhələsi tamamlandı. Bugün artıq işğaldan azad edilən bütün rayonlarda Azərbaycan işığı yanır. Cəmi 5 il ərzində Azərenerji tərəfindən 1000 kilometrdən artıq ötürmə xətti çəkilib, 12 yerdə 330 və 110 kilovoltluq yarımstansiyalar tikilib, rəqəmsal idarəetmə mərkəzi yaradılıb və innovativ texnologiyalar tətbiq olunub. Böyük zəfərdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərin yaşıl enerji zonası olacağını bəyan etdi. Təsadüfi deyil ki, Vətən müharibəsindən cəmi 3 ay sonra bütövlükdə azad edilən ərazilərdə yenidən qurulub istismara verilən ilk obyekt də yaşıl enerji mənbəyinə əsaslanan Güləbird su elektrik stansiyası oldu. Güləbird kəndinə girməyimizin səbəbi də qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır. Və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq. Digər stansiyalar da tikiləcək. Çox tarixi və əlamətdar hadisədir. Laçın rayonundakı Güləbird su elektrik stansiyası istifadəyə verilir. Bu, Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunan rayonlarda istifadəyə verilən ilk infrastruktur layihəsidir. Güləbirdin ardınca 2021-ci ildə Suqovuşan 1, Suqovuşan 2 və Kəlbəcər 1 su elektrik stansiyaları da istismara verildi. Cəmi 5 il ərzində Azərenerji tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 38 yerdə ümumi gücü 307 meqavat olan su elektrik stansiyaları tikilib. Bu layihələr arasında hər birinin gücü 10,5 meqavat olan 4 stansiyadan ibarət 42 meqavatlıq Zəngilan su elektrik stansiyaları silsiləsindən tutmuş, azad olunmuş ərazilərdə tikilən ən böyük su elektrik stansiyası 22,5 meqavatlıq Yuxarı Vəng su elektrik stansiyasına qədər strateji enerji obyektləri var. Stansiyaların 14-ü Kəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilan ərazisində yerləşir. Artıq neçə ildir ki, Qarabağ və Şərqi Zəngəzur öz enerji tələbatını məhz bu stansiyalardan qarşılayır. Üstəlik, istehsal edilən enerjinin tələbatdan artıq qalan 60%-i Azərbaycanın ümumi enerji sisteminə ötürülür. Bu ərazilərdə istehsal olunan enerjinin maya dəyəri ölkənin digər su elektrik stansiyalarındakı göstəricilərdən 3-5 dəfə aşağıdır. Bugünə qədər Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyalarında ümumilikdə 1,5 milyard kilovat-saat yaşıl enerji istehsal olunub. Bunun nəticəsində 335 milyon kubmetr təbii qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Digər bərpa olunan enerji mənbələrindən fərqli olaraq, bu stansiyalar hava şəraitindən, günəşdən və küləkdən asılı olmayaraq
fasiləsiz fəaliyyət göstərir. Az sulu dövrdə 80 meqavat, bol sulu dövrdə isə 200 meqavatdan artıq güclə 24 saat yaşıl enerji istehsal olunur. Beləliklə, azad edilən ərazilərdə 5 il ərzində 50-dən artıq enerji obyekti, 12 yarımstansiya, 38 su elektrik stansiyası tikilib. Bundan əlavə, hazırda 8 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bu torpaqlarda artıq işıq var. Bu təkcə elektrik işığı deyil. Bu, Qarabağın və Şərqi Zəngəzurun dirçəliş işığıdır. Bu işıq zəfərin, qayıdışın və gələcəyin enerjisidir.